Amma qanmayan insanlar, bilməyən insanlar görürsən ki, bilməzdən qanmazlıqla cəmiyyəti parçalamağa vadar edirlər. Ona görə Şahəddin bəydən də fikirləri alaq, sonra mən videonu göstərəm. Buyurun Şahəddin bəy. Deməli, Teymur bəy, mən bir daha Aba Media tamaşaçılarını salamlayıram və sizin dediyiniz kimi abunə olmaqlarını, bəyənmələrini, paylaşmalarını xahiş edirəm. Yəni, bu təkcə bizim üçün yox, həm də onlar üçün daha vacibdir. İnanın mənə. Yəni, o ki qaldı Cavid İmanova. Mən hələ 2003-cü ildə o vaxtı mənim deməli, o vaxtdan Teymur bəy az qala Paçifkan var idi, qazet. Yəni, Azadlıq, Musavat, Yeni Musavat və Hürriyyət qazetləri. Müxalifətdən sonradan müxalifət nəysə almadım. Amma bu üç qazeti demək olar ki, məndə hər zaman olurdu. Və mən həmən o şeydə, bu 2003-cü il oktyabr hadisələrindən sonra Musavat qazetində həmən bir nəfərin həmən o ki, bəs biz orada o zaman çox böyük insanları tutdular, apardılar. Yəni, biz hamımıza məlum, hələ gecələr, hələ o hadisələrdən sonra gecələr evlərə doluşdular, yataqxanalara doluşdular, nə qədər adamları öldürdülər. İndi sağlıq olsun, bu hakimiyyət dəyişəndən sonra bunlar hamısı ortaya çıxacaq. Heç kim deməsin ki, şeydir, indi ölənlər müəyyən mənada canlarını qutarırlar. Yəni, mən buna pis mənadan deyirəm. Və onda həmən o müsahibə verən, həmən o tutulanlardan birinin bir cümləsi var idi orada. Dedi ki, həmən bu Şən və Hazır Savab, o Kıvenşik var deyirdi, bu Cavid İmanov. O deyir, orada o qədər aktiv idi ki, o qədər məni döydü. Hətta deyir, onların içində ən aktivi bu idi. Və indi bəzi dostlar deyirlər ki, bəs 2003-cü ildə indi bir şey, yox, bu saat mən bu günlərdə Ruslan Nəsrov, yaxşı yadımızdadır bizim o, onun kanalı mənim yadımdan çıxıb, Əli Əliyevin kanalında Vətəndaş və İnkişaf Partiyası idi də, Əli Əliyev istefa verdi, dedi ki, məni qoymurlar məni bu siyasətdə qalmağa. Türmədən çıxandan sonra çıxdı, getdi. Həmən o Ruslan Nəsrov 2 gün bundan öncə dedi ki, biz dedi, mən dedi, indi deyirlər, hamı deyir ki, belə deyir, 2018-ci ildən fakt gətirə bilərəm, sizə nə qədər istəsəniz, gəlsin Tahir İmanov, gəlsin, mən ona açıqlayıb deyim. Yəni, mən inanın, mən indi öz kanalımda da demişəm bunu, mən Cavid İmanov dünyasını dəyişəndə, yəni öləndə, yəni Cavid kimi adamlar dünyasını dəyişmir, o ölürlər. Yəni, o öləndə mən təəssüfləndim Teymur bəy. Bilirsiniz niyə? Mən təəssüfləndim ki, bizim ədalət qanunlarımızdan keçməyəcək. Yəni, o cavab verməliydi o insanlara görə. Bugün o dünyadadır və elə belə də demişəm, yəqin ki, onu cənnətə düşə bilməz, yəni bunun şeyi yoxdur, yəqin cəhənnəmdə olacaq. İndi ola bilər, məsələn, bəlkə də bizim Cavid İmanovun həmən o döydüyü, hətta bəzən orada ölənlər çox olur. 2003-cü ildə ölənlər çox olur. Bəlkə də onların birbaşa Cavid İmanovun son zərbəsindən ölənlər də var. Bəlkə də onlar o dünyada görüşməyəcək, ona görə ki, ola bilər ki, o adam cənnətdədir, Cavidin də yeri cəhənnəmdir. Yəni, o nöqteyi nəzərdən biz fikirləşməliyik, hər birimiz. Yəni, xeyir, şər dünyası var. Və mən orada belə bir söz işlətmişdim ki, Tahir İmanov bugün Cavid İmanovun qardaşının ölümü, bugün baş verən hadisələr onun üçün çox böyük örnək olmalıdır. Və mən çox təəssüf edirəm ki, ondan sonra bu belə bir video yaydı və belə bir çıxış elədi.